Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Mən Dövlət Gömrük Komitəsinin əməkdaşı Nabat Rəhimova. Bugün sizə invoice-un tərtib edilməsi və gömrük bəyannaməsi üzrə tətbiqi ilə bağlı təqdimat edəcəyəm. Təqdimata keçid etmədən öncə qeyd etmək istərdim ki, mövzu ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə şərh bölməsində qeyd edə bilərsiniz. Təqdimat başa çatdıqdan sonra bütün suallarınız ən qısa müddətdə aidiyyatı üzrə cavablandırılacaqdır. İndi isə keçid edək təqdimatımıza. İlk öncə sizə təqdimatın strukturu haqqında məlumat vermək istərdim. Təqdimatın strukturu, qanunvericilik əsasları, invoice haqqında məlumat, invoice-un tərtib edilməsi və invoice-un gömrük bəyannaməsi üzrə tətbiqi hissələrindən ibarətdir. Qanunvericilik əsaslarına, gömrük orqanlarının elektron məlumat sistemindən istifadə qaydaları haqqında Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 164 nömrəli qərarı, gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları haqqında Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı, gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100-143 nömrəli sərəncamından ibarətdir. İndi isə sizə invoice haqqında qısa məlumat vermək istərdim. Dövlət Gömrük Komitəsi gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, vətəndaş, sahibkar münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, könüllü riayət prinsipinin formalaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi məqsədi ilə bir sıra layihələr və təkmilləşdirmələr həyata keçirir. Bunlardan biri də invoice elektron xidmətidir. Invoice elektron xidməti xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ixal-ixrac əməliyyatları zamanı gömrük bəyannaməsi təqdim edilməzdən əvvəl invoice-da qeyd olunan məlumatların elektron qaydada Dövlət Gömrük Komitəsinə təqdim edilməsi üçün nəzərdə tutulmuşdur. Bu məlumat blokunun ayrıca strukturlaşdırılması, invoice formatında gömrük bəyannaməsinə daxil edilən məlumat və sənədlərin rəqəmsal emalına və gömrük rəsmiləşdirilməsi müddətinin azaldılmasına müsbət təsir göstərir. Invoice-un tərtibi zamanı malların özünə məxsus xüsusiyyətləri, fiziki, texniki və ticarət göstəriciləri müvafiq rəqəmsal xanalara daxil edilir. Invoice-un üstünlükləri: mallara dair məlumatların ixal-ixrac əməliyyatlarından əvvəl rəqəmsal emalı, gömrük rəsmiləşdirilməsinin daha sürətli həyata keçirilməsi və mühasibat ücretuna dair məlumatların əldə edilməsinin rəqəmsallaşdırılması. Invoice-un tərtib edilməsi üçün e.customs.gov.az portalına daxil olaraq əsas xidmətlər menyusundan XİF iştirakçıları üçün olan başlıqdan e-invoice elektron xidmət kartını seçməlisiniz. Açılan pəncərədə yeni invoice düyməsini klikləməklə sistemin sizdən tələb etdiyi şəkildə məlumatları daxil etməlisiniz. İlk öncə malı satan ixracatçı və ya malı alan ixalatçı haqqında sistemin sizdən tələb etdiyi şəkildə müvafiq rəqəmsal xanaları doldurmalısınız. Xarici iqtisadi fəaliyyət iştirakçısının vöyünü, adı, qeydiyyatda olduğu ünvanı, poçt indeksi, şəhər və ölkə məlumatları düzgün şəkildə doldurulmalıdır. Əgər göndərən ixracatçı ilə satıcı və ya malı qəbul edən ixalatçı ilə satıcı fərqlidirsə, müvafiq hissəni klikləməklə açılan yeni pəncərədə sizdən tələb olunan məlumatları düzgün şəkildə doldurmalısınız. Invoice-un əsas rekvizitləri bölməsində invoice nömrəsi xanasında invoice-un nömrəsi qeyd olunmalıdır. Əgər invoice nömrəsizdirsə, nömrəsiz xanası işarələnməlidir. Tarix xanasında invoice-da qeyd olunan tarix öz əksini tapmalıdır. Müqavilə nömrəsi və tarixi xanasında invoice-un aid olduğu müqavilə nömrəsi və tarixi seçimi edilməlidir. Məlumat üçün qeyd etmək istərdim ki, invoice-un aid olduğu müqaviləni əvvəlcədən e.customs.gov.az saytına daxil olaraq XİF iştirakçıları üçün olan başlıqdan sənədlərin qeydiyyatı elektron kartını seçməklə həmin hissədən qeydiyyatdan keçirtməyinizi tövsiyə edirik.
Valyuta xanasında invoysda qeyd olunan valyuta seçimi edilməlidir. Daşınma şərtləri xanasında invoys üzrə öz əksini tapan müvafiq daşınma şərti seçimini etməlisiniz. Qısa idxal bəyannaməsinin nömrəsi xanasında əgər qısa idxal bəyannaməsini tərtib etmisinizsə, sorğu nömrəsini qeyd edə bilərsiniz. İnvoys məqsədi xanasında invoysun alış və ya satış məqsədli olduğu seçimi edilməlidir. Qeyd xanasında invoys üzrə zəruri hesab etdiyiniz hər hansı qeydinizi bildirə bilərsiniz. Ödəmə şərtləri xanasında invoys üzrə müvafiq ödəmə şərti seçimi edilməlidir. İnvoys qiymətinə təsir edən hallar bölməsində invoysa təsir dərəcəsi seçimindən dəyəri artıran və ya dəyəri azaldan seçimi edilməli və müvafiq izahlar müvafiq xanada qeyd olunmalıdır. Vəsaitin növü xanasında dəyərin artmasına və ya azalmasına təsir edən hal seçimi edilməli və vəsaitin məbləği xanasında dəyərin artmasına və ya azalmasına təsir edən vəsaitin məbləği qeyd olunmalıdır. Invoys səhifəsində mallar bölməsində malın kodu, malın təsviri, mənşə ölkəsi seçilməlidir. Qitin, qlobal ticarət vahidlərinin identifikasiya nömrəsi qeyd oluna bilər. Malın miqdarı, ölçü vahidi, çəkisi, mal vahidinin qiyməti qeyd olunmalıdır. Malın yekun məbləği isə avtomatik olaraq hesablanır. Invoys səhifəsində bir sıra funksionallıqlardan istifadə edə bilərsiniz. Mövqeləri sırala düyməsi sıxıldıqda mal siyahısı mal mövqeyinə uyğun olaraq sıralanır. Əgər sizə Excel proqramında işləmək daha rahatdırsa, eksport düyməsini sıxmaqla mal mövqelərində qeyd olunan məlumatları Excel fayl formatında kompüterinize yükləyib üzərində işləyə bilərsiniz. Mal haqqında məlumatları əlavə etdikdən sonra import düyməsini sıxmaqla Excel faylına yığılmış mal haqqında məlumatları mallar bölməsinə yükləyə bilərsiniz. Əlavə et düyməsini sıxmaqla mal mövqeyi əlavə etmək üçün yeni sətir əlavə edə bilərsiniz. Fayllar bölməsinə daxil olaraq invoysun elektron surəti əlavə olunmalıdır. Tarixçə bölməsinə daxil olduqda invoys üzərində aparılan əməliyyatların siyahısı əks olunur. Son olaraq təsdiqləyin düyməsini sıxmaqla hesab faktura elektron qaydada Dövlət Gömrük Komitəsinə təqdim edilir. Təsdiq gözləyir statusunda olan invoysda qeyd olunan məlumatlarda hər hansı düzəlişə ehtiyac qalmadığı təqdirdə sağ tərəfdə əks olunan 3 nöqtədən təsdiqləyin seçimi edilir. Təsdiq edildikdən sonra sistem tərəfindən invoysa PIN kod verilir. Gömrük bəyannaməsi tərtib edilərkən bəyannamənin 44-cü qrafasında yeni düyməsi kliklənərək sənədin kodu hissəsində 8001 kodu seçilməklə sənədin PIN kodu hissəsində invoysun PIN kodu qeyd edilir və tətbiq düyməsi sıxılır. Malın invoys üzrə təsviri hissəsində invoysdan məlumatların endirilməsi düyməsi kliklənərək invoysda qeyd edilən məlumatlar avtomatik olaraq bəyannamənin müvafiq qrafalarında öz əksini tapır. Bu üsulla gömrük bəyannaməsini daha qısa müddətdə tərtib edərək vaxtınıza qənaət edə, həmçinin təqdimatımızın əvvəlində qeyd etdiyim üstünlüklərindən istifadə edə bilərsiniz. Bir daha xatırlatmaq istərdim ki, mövzu ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə şərh bölməsində qeyd edə bilərsiniz. Bütün suallarınız aidiyyəti üzrə ən qısa müddətdə cavablandırılacaqdır. Hər birinizə diqqətiniz üçün təşəkkürümüzü bildiririk.